yarıçılpaq tərbiyəsiz müğənnilər niyə toylarınıza çağırırsınız? Yəni yarıçılpaq. Bunu kim deyib? Təbii ki, Ofelia Şabanova deyib. Ofelia xanım, bəs onları ona görə çağırırlar ki, mən düşünürəm qadınlar ərlərə görə onlar yarıçılpaq. Həm də xahiş edirlər yarıçılpaq geyinin. Bizim ərlərimiz, bizim kişilərimiz sizə baxsın, oğlanlarımız, qardaşlarımız zövq alsın. Yoxsa ki, başqa necə ola bilər ki, mən bir video çarxa rast gəldim, Kəmalə Günəşli müğənni arxasını çevirib bir uşağa, onlar da bir oğlanın 10, 11, 12 yaşında, uşaq ağzını açıb, gözün bərəldib ona baxır. Və orada bir ifadə yazmışlar ki, uşaq 3 dəfə orqazm olundu. Etməyin müğənnilər bunu, etməyin, xahiş edirik. Elə geyimdə, elə əlbisələrlə toylara getməyin. Göygörək neydi? Ofi bildirib ki, F3 sənət və mədəniyyəti təbliğ etməlidir. Efirlər sənətimizi gözləmirik. Efirlər sənətimizi göstərmək üçündür də, düzdür də. Həm də o etik normaları gözləmək lazım. Amma görürsən, televiziyalar gəlib şərəfsiz yarıçılpaq vəziyyətdə olan hansısa ifasını efirə çıxarırlar, burasını yığdırıb gəlib, oturur ayağının üstünə axşırır. Ən zəhləm getdiyim şeydir. Onlara baxanda qanun olmağımdan utanıram. Ailədən, şərəfdən uzaq davranışdır və məni çox narahat edən də budur. Bəli, aşağıdan da o qılçalarını belə piyli hissləri görünür, çox iyrənci, bəli. Onlara baxanda yenə də deyir ki, qadınlığımdan utanıram və sponsor söhbətinə də yönəldiblər. O sponsorlar nələr verdi deyirlər. Ərlərinizin qarşısında niyə xudursunuz? O adam balanıza toyda xeyir-dua verir. Amma özü xoşbəxt olmayan, Allahını unudu, əxlaqsız həyat yaşayan sponsorlarla bədən yığdıran bir insanın xeyir-duası qəbul edilməzdir. Təbii ki, Ofelia Şabanova deyib. Yenə deyirəm, Ofelia xanım düzdür. Mən də düşünürəm ki, o qadınlar var, bu yarıçılpaq müğənniləri gətirirlər ki, ərləri baxsın, zövq alsın və ərləri də məhz orada bir neçə dəfə orqazm olunsun. Valla, billa belədir. İnanın səmiyyətimə ki, biabırçılıqdır və qadınların çoxsu məhz həmin müğənniləri dəvət edir ki, ərin baxsın, zövq alsın.